إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله namazın vacibleri. Namazda vaciblər, təkbiratul intiqal, yəni təkbiratul ihramdan başqa bütün təkbirlər nədir? Namazın vaciblərindəndir. Namazın vaciblərindəndir. Yəni əlləri qaldırmaq yox, sözlə Allahu Ekber sözü demək namazın vaciblərindəndir və həmçinin Səmi Allahu limen hamidə Rabbena və ləkəl həmd. Bunlar da nədir? Namazın vaciblərindəndir. Əbu Hüreyrədən gələn rəvayətdə Əbu Hüreyrə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm namaza qalxdığı zaman yükəbbir hinə yəqum. Yəni qiyamda durduğu zaman təkbiri gətirərdi və sonra yəni ki namaza bağlanardı təkbiratul ehramdan. Sonra isə yəni ki təkbiri gətirib rükû edərdi. Sonra Səmi Allahu limen həmdə deyərdi. Başını rükətdən qaldırdığı zaman sonra yenə ayaq üstə dayanardı və deyərdi Rabbena və ləkəl həmd. Sonra deyir ki, əyilmək istədiyi zaman yenə təkbir gətirərdi. Sonra başını rükudan qaldırmaq istədiyi zaman təkbir gətirərdi. Sonra isə səcdə etmək istədiyi zaman yenə təkbir gətirərdi. Başını həmçinin qaldırmaq istədiyi zaman yenə yəni səcdədən, ikinci səcdədən qaldırdığı zaman təkbir gətirərdi. Sonra isə bunu yəni bütün namazında edərdi. Və həmçinin ikinci rükətdən, yəni həmçinin təşəhhüddən qalxanda da, yəni üçüncü rükətə təkbir gətirərdi. Və sonra deyərdi ki, sallu kəmə rəaytumuni usalli. Necə məni namaz qıldığımı görürsünüzsə, siz də elə namaz qılın. Alimlər bu hədisə görə deyirlər ki, Peyğəmbər s.ə.v namazda etdiyi hər bir şey, hansı ki onu tərk eləməyib, heç vaxt namazda. Bəzi alimlər deyirlər ki, bu hədisə görə onlar da vacib sayılır. Məsələn, Subhanə Rabbiyəl Azim. Biz bilirik ki, bir dəfə demək vacibdir, iki dəfə, üç dəfə demək sünnədir. Lakin bəzi alimlər deyirlər ki, bir dəfə də demək sünnədir, iki dəfə də demək, üç dəfə də demək sünnədir. Lakin bəzi alimlər deyirlər ki, bir dəfə demək vacibdir, iki dəfə, üç dəfə demək sünnədir. Bəzi alimlər deyirlər ki, üç dəfə demək vacibdir. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm nə də ki, sahabələr bu üç dəfə deməyi tərk etməyiblər. Subhan Rabbiyal Azim, Subhan Rabbiyal Azim, Subhan Rabbiyal Azim. Niyə? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, sallu kəmə rəaytumuni usalli. Namaz qılın, məni necə namaz qıldığını gördüyünüz kimi əmr eləyir. Peyğəmbər s.ə.v də yəni Subhan Rabbiyal Azimi, Subhan Rabbiyal A'ləni tərk etməyib. Səmi Allah limən həmidə Rabbena və ləkəl həmd. Bunları heç birini namaz qılarkən tərk etməyib. Və artıq deyir, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm o pis namaz qılan, yəni qılana da əmr etdi ki və buyurdu ki, İnnəhu lə yetimmu salatun li əhədin minənnəs həttə yətavadda fəyədəl vudu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni ki, insanlardan kiminsə namazı tamamlanmaz, hətta o dəstəmaz alıb və dəstəmaz yerlərini düzgün yəni alıb və sonra təkbir gətirib və Allaha həmd edib və sənə edib və Qurandan yəni istədiyi ayələri oxuyana qədər və sonra deyərsə ki, Allahu Akbar, sonra yəni rükû edər və həmçinin rükusunda mutmain olar, sonra deyir ki, Səmi Allahu limən həmdə deyər və həmçinin hətta deyir ki, ayaq üstə yəni dayanana qədər, ayaq üstə dayanandan sonra Rabbena və ləkəl həmd deyər, sonra Allahu Akbar deyər, səcdəyə qədər və səcdədə öz əzaları, öz yerlərini tutar, sonra deyər ki, Allahu Akbar, həmçinin başını yəni qaldıraraq, yəni dikilərək oturar, yəni iki səcdə arasında, sonra isə deyər Allahu Akbar, yenə səcdəyə gedər və səcdəsində mutmain olar, yəni bütün əzaları yerində tutar, sonra yenə başını qaldırar və təkbir gətirər və bunu Peyğəmbər s.ə.v deyir ki, kim bunu edərsə artıq namazını tamamlamış sayılır. Namazını tamamlamış sayılır. Bu da deməli vaciblərdəndir. Yəni birinci nə idi? Bütün Allahu Akbar kəlmələrini demək dillə və həmçinin Səmi Allah limən həmdə Rabbena və ləkəl həmd. Bunlar vaciblərdəndir. İkinci vaciblərdən, namazın vaciblərindən birinci təşəhhüd. Birinci təşəhhüd. Çünki Abdullah ibn Məsud radiyallahu anhına gələn hədisdə Abdullah ibn Məsud radiyallahu anh deyir ki, Muhammed sallallahu aleyhi və səlləm dedi ki, İdə qa'adtum fi kulli rək'ateyni fəqul ət-təhiyyatu və s-salavatu və t-tiyyibat. Əssalamu aleykə əyyuhən nəbi və rəhmətullah və bərəkət.
Yəni deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, hər rükətdə oturduğunuz zaman Ət-təhiyyatu lillahi vəs-salavatu vət-tayyibat. Əssalamu aləykə əyyuhən nəbi və rahmetullah və bərəkat. Əssalamu aleynə və alə ibadillahis-salihin. Əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammeden abduhu və rasuluhu. Yəni bu duanı eləyin. Peyğəmbər sallallahu əmr edir. Bu duanı eləyin. Sonra deyir ki, la yetəxayyər əhadukum minəd-du'a a'cabahu ileyhi felyed'u bihi rabbehu. Və sonra deyir, sizdən biriniz istədiyi duanı seçsin və istədiyi dua ilə Rəbbinə dua etsin. Yəni burada istədiyi sizdən biriniz dualardan istədiyini seçsin deyəndə qəsd olunan bəzi alimlər burada ixtilaf ediblər. Yəni alimlər burada ixtilaf ediblər. Deyirlər ki, duadan istədiyiniz duanı istədiyini seçsin. Yəni qəsd olunan Peyğəmbər sallallahu əleyhi və səlləmin təşəhhüddə etdiyi müxtəlif dualardır. Yəni onlardan hansısa birisini etsin, seçsin və onları etsin. Bəzi alimlər isə deyirlər ki, yəni insan istədiyi duanı özünün, yəni sünnədə gəlməyən başqa digər istədiyi duaları da seçib edə bilər. Yəni Allah aləm, alimlər arasında ixtilaf var. Lakin daha yaxın olan odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin etdiyi duaları seçib etmək. Artıq Peyğəmbər sallallahu əleyhi və səlləm o biz namaz qılana da əmr etdi ki, fəidə cələstə fi vasatis salat fətməinnə vaftəriş fəxidəkə yusra thumma təşəhhəd. Peyğəmbər sallallahu əleyhi və səlləm o deyir ki, namazın ortasında oturduğun zaman mutmain ol və vaftəriş, yəni ki, sol ayağı üzərində otur və sağ ayağını da dikəltdirin formada və sonra isə deyir, təşəhhüdə otur. Yəni bu formada. Təşəhhüdə otur, Peyğəmbər sən burada əmr eləyir. Təşəhhüdə otur. Yəni deməli, təşəhhüdə oturmaq, təşəhhüdə oxumaq nədir? Vaciblərdəndir. Həmçinin namazın vaciblərdən üçüncüsü odur ki, insan namaz qılmağa istədiyi zaman yəni qarşına sütranın götürməsi ki, onun qarşısından insanların keçməsinə mane olsun. Yəni bu da deyir ki, Səhl ibn Əbi Hətmən hədisinə əsasən sutra da vacib olan məsələlərdəndir. Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, İzə sallə ahadukum felyusalli ilə sutra. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz namaz qılmağı istədiyi zaman sutra götürsün. Sutraya tərəf yəni namaz qılsın. La yaqta şeytan aleyhi salata. O zaman deyir ki, yəni şeytan onun namazını kəsməz. Yəni onun namazını batil etməz. İbn Ömərdən gələn rivayətdə isə Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, la tusalli illə yəni ilə sutra. Sutrasız namaz qılma. Və la tədə əhadən yamurru beynə yedeyki. Yəni və qarşından da sutra ilə sənin arandan kimsə keçmək istəsə onu tərk eləmə. Əgər o boyun qaçırarsa oyundan vuruş. Çünki deyir onunla yanaşı şeytan var. Onunla yaxın olan var. Ona görə də ki, insan yəni sutranı həyata keçirməli, sutra götürməlidir. İstəyir barı olsun, istəyir yəni yerə dikilmiş bir əsa olsun. Yəni hər hansı bir şey. Sadəcə sutra deyir ki, bir yəni dirsək qədər yəni olmalıdır. Bu da Musa ibn Talhənin yəni atasından rivayet etdiyi hədisə görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İzə vədə ahadakum beynə yedeyhi mislə muəxiratir rahli felyusalli. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizdən biriniz namaz qılmağı istədiyi zaman yəni bir rahil yəni mislində, yəni bir dirsək mislində nə götürsün? Sutra götürsün və sutra tutsun və o sutraya tərəf namaz qılsın. Və la yubəli men merra vəra'ə zəlikə. Və onun arxasından kim keçir keçsin ona məhəl qoymasın. Yəni ona məhəl qoymasın. Yəni bu da dəlalət edir ki, hədislərlə dəlalət edir ki, sutra götürmək nədir? Vacibdir. Sutra götürmək vacibdir. Yaxşı, namaz qılan sutraya nə qədər yaxın olmalıdır? Bu haqda da Bilal radiyallahu anhda hədis var. Deyir ki, Ənəhu sallallahu sallə və beynəhu və beynəl cidər nəhvun min thələthəti əzrəin. Deyir, Peyğəmbər sallallahu səlləmlə barı arasındakı məsafə yəni 3 dirsək, 3 dirsək məsafəsi idi. Yəni bu da deyir qiyam halında. Yəni Peyğəmbər ayaq üstə olarkən 3 dirsək məsafə var idi. Sutra ilə onun arasında qiyamda olarkən. Amma səcdəyə gedəndə yəni 1 dirsək məsafəsi olardı. Və şeyx gətirir ki, əgər bir insan sutra götürərsə, o zaman deyir ki, onun qarşısından sutra ilə onun
yəni arasından kimisə keçməsinə qoymamalıdır. Bu da İbn Abbas radiyallahu anhunun hədisinə əsasən, yəni burada kimisə deyəndə, yəni heç bir şeyin keçməsini qoymamalıdır. Bu da İbn Abbasın hədisinə əsasən, İbn Abbas radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yəni namaz qılardı və bu zaman deyir ki, onun qarşısından bir yəni qoç keçmək, qoyun yəni keçməyə başladı və Peyğəmbər sallallahu istədi və Peyğəmbər sallallahu əleyhi və səlləm qibləyə tərəf yaxınlaşdı. Hətta deyir ki, bədənini, qarnını qibləyə tərəf yapışdırdı. Yəni tutduğu sütrəyə qarşı bariyyə tərəf yaxınlaşdırdı, onu keçməsinə mane oldu. Yəni bəzi alimlər bunu da vacib gətirirlər ki, hətta yəni ki, ağlı olmayan, yəni heyvanlar da olsa bunu etməlisən bu formada. Və sonra şeyx gətirir ki, əgər bir insan sütrə götürməzsə, o zaman deyir ki, yəni uzunqulaq, qadın və həmçinin qara it onun namazını kəsir. Abdullah ibn Səmd, həmçinin o da Əbu Zərdən rəvayət edərək deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə deyərdi: "İzə qamə əhədukum yusalli fə innehu yasturuhu izə kənə beyni yedeyhi mislə əxiril rahl." Yəni sizdən biriniz namaz qılmağı istədiyi zaman özü ilə yəni bir sütrə götürsün. Yəni öz arasını sütrə qoysun. Fəidə ləm yekun beynə yedeyhi mitlə əxir rahil. Əgər onun sütrəsi olmazsa, o bir rahil qədər, bir ziraq məsafəsində onun qarşısında bir sütrə olmazsa, o zaman deyir ki, yəni uzunqulaq, qadın və qara it onun namazını kəsər, yəni namazını batil edər. Bəzi alimlər deyir ki, onun namazı batil olur. Bəzi alimlər deyir ki, namaz səhihdir, amma savabı batil olur. Lakin səhih odur ki, onun namazı batildir. Səhih odur ki, namaz batildir, namazını kəsər. Və dedim ki, ey Əbu Zər, yəni nə üçün Peyğəmbər sallallahu aleyhi və səlləm burada qara it dedi, qırmızı it və yaxud da ki, sarı it demədi. Və deyir ki, ey qardaşım oğlu, mən də deyir, Allah Rasulü sallallahu aleyhi və səlləmdən sənin məndən soruşduğun kimi sualı, eynilik sualı Peyğəmbər sallallahu aleyhi və səlləmə verdim və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, əl-kəlbul əsvəd şeytan, qara it şeytandır. Səbəbi budur, qara it şeytandır. Deməli, qırmızı, sarı, boz və qara ağ it keçərsə, onda namaz batil olmur. Namaz səhihdir. Aydın oldu? Namaz səhihdir. Və həmçinin namaz qılanın qarşısından keçməğin, yəni sutra ilə namaz qılanın arasından qarşısından keçməğin haram olunması. Buna dəlil nədir? Dəlildir Əbi Cüheymin hədisidir. Əbi Cüheym deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belədir. Ləv ya'ləmul mər beynə yedeyhi musalli məzə aleyhi ləkən ən yəqfə 40 xayrən ləhu min ən yəmurra beynə yedeyhi. Yəni, həqiqətən əzəmətli hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əgər o keçən, namaz qılanın qarşısından keçən, yəni o keçməğin nə olduğunu bilsəydi, yəni 40 gözdamağı daha üstün tutardı, yəni onun qarşısından keçməkdansa. Daha xeyirli sayardı, onun qarşısından keçməkdansa. Alimlər ixtilaf edir. 40 saat, 40 gün, 40 il, 40 əsr. Nə deyirsiniz? Alimlər ixtilaf edir. Allah aləm, biz bilmirik. 40 deyib Peyğəmbər s.ə.v. Aydın oldu. 40. Əsas odur ki, 40 gözləmək. 40 saat olsun. Yəni az şey deyil. 40 saat gözləməyə daha üstün görər. Ən azını götürək. 40 saat gözləməyə daha üstün görər ki, onun qabağından keçməkdansa. Çünki orada nə olduğunu bilsə. Bu hədis də yəni namaz qılanın qabağından keçməyin haram olmasını bildirir. Həmçinin İbn Abbas radiyallahu anh deyir ki, mən yəni minin üzərində gəldim və deyir ki, mən ehtilam olmuşdum. Və deyir, Allah Rasulü sallallahu aleyhi və səlləm də minada insanlara namaz qıldırırdı. Və safların arasından keçərək gəldim və düşdüm miniyindən və miniyimi deyir, açıb buraxdım, yəni otlasın deyə və deyir, safa daxil oldum. Və deyir, məni, bu şeyi mənə heç kim deyir, inkar etmədi. Yəni sahabələrdə heç kim İbn Abbasa bunu inkar etmədi. Deməli, sahabələrə kimsə bunu inkar etməyibsə, deməli, bu nədir? Ya icazəlidir, ya sünnədir. Deməli, namazda, yəni namazın arasında əgər imam varsa, yəni cərgələrin arasında keçmək problem deyil. Hətta miniklə belə cərgələrin arasından keçmək icazəlidir. Problem deyil.
Çünki İbn Abbas radiyallahu anh eləyib, Peyğəmbər s.ə.v də insanlara minada namaz qıldırırdı. Mən də cərgələrin arasından mini ilə keçdim, o yan tərəfə və minini otlağa buraxdım, otlasın deyə və özüm də cəmaata qoşuldum. Və heç kim bunu mənə inkar etmədi. Deməli, bu dəlildir ki, sahabələrin inkar etməməsi nədir bu? İcazəli bir şeydir. İcazəli. Əgər münkər bir şey olsaydı, sahabələr onu mütləq inkar edərdilər, ya Peyğəmbər s.ə.v onu deyərdilər. Deməli, bu icazəli bir şeydir. Aydın oldu. Ondan sonra gəlin namazın sünnələri. Bu da qalsın gələn mövzulara. Subhanəkəllahumma və bihamdik və əşhədu ən la ilahə illallah nəstəğfiruka və ətubu ileyk.